Herkese selamlar. Bugün sizlerle bu haftanın ayın 22'si oynanacak olan UEFA Şampiyonlar Ligasının 3-cü turu çərçivəsindəki Atletik Bilbao Qarabağ oyununu World Soccer Championship'də necə bir hesabla bitərdi ona baxacağıq. Bildiyiniz kimi Qarabağ komandası ayın 22'sində Atletik komandası ilə səfərdə qarşılaşacaq. Bu oyunu biz World Soccer Championship üzərində bugün oynayacağıq. Görək Qarabağ komandası hansı nəticəni qazanmış olacaq. Gördüyünüz kimi hazırda siz heyətləri görürsünüz. Heyətlər bu şəkildə qurulmuşdur. Biz isə bu heyətlərə uyğun olaraq indi oyunumuzu keçirəcəyik. Və görək Qarabağ komandası hansı nəticəni əldə etmiş olacaq. İki sağ cinahımız var. Adda ilə Kaşuk var, amma Kaşuku saxlayacağım. Onu yenə Musa Qurbanlı üçün qoymuş olacağım. İndi gəlin maçımıza başlayaq. Heyətimiz gördüyünüz kimi bu oyunculardan təşkil olunub və Bilbao səfərindəki maçımız başladı. Və Bilbao biraz kodunu alaq və maç başladı. İlk hücum quran tərəf Bilbao'lardı. Maçın başlamaz bu hal baş verirdi. Top türdən qaydır və qapıcı Mateusz Kohalski topu tutmağı bacardı. İlk hücum Atletik komandasından gəlir. İndi Atletik komandasının ikinci hücumu reallaşır. Diqqət olmaq lazımdır. Müdafiəçimiz yaxşı oynayır. Top yenə qalır. Top dirəyə qaydır. Təəssüf ki, Mame topu öz qapısından keçirir. 10-cu dəqiqədə Atletik komandası hesabı açmağa müvəffəq olur. Qarabağın Mərakeşli müdafiəçisi topu öz qapısına göndərir. Bu epizod zamanı çaşqınlıq nəticəsində belə bir hal baş verir. İndi uzun ötürmə gəlir. İçəri doğru bir pas daha. Qapıcı Kohalski çox diqqətli oynuyor və komandasına real olaraq xilas etməyə bacarır. Qarabağ komandasının Polşalı golkiperi. Artıq görüşdə 43-cü və 44-cü dəqiqədə indi Qarabağ komandasının bərabərlik gol şansı. Nərman topladı. Nərman topazda onları. Nərman Axundzadə. Nərman Axundzadə hesabı bərabərləşdirir 1-1. 44-cü dəqiqədə Qarabağ bərabərlik golunu vurur. Atletik komandasına qarşı səfərdəki oyunu bir boladulanan müdürü Nico Williams hesabı 2-1'dir təəssüf ki. Nico Williams'ın gol sayəsində hesab 2-1 olur. Qarabağ komandası indi gol və gollar vurmalıdır. İçəri girmə qarşı Tural Bayramov. Bərabərlik golu ondan gələ bilərmi? Zubir. Zubir'in pası Nərmana. Top azda ondadır. Nərman. Geri pas. Abdullah Zubir'ə. Zubir. Topazda onları. Onun arkasını həndəvərini tutublar. Nərman. Top yine ona verilir. Təkrar Zubir'ə pas. Abdullah Zubir. Yanında iki Bilbao oyuncusu var. Onlara sıyrılmağa çalışacaqlar, amma imkan vermir Bilbao komandasının müdafiəçilər ki, Abdullah Zubir bu epizodda fərqlənsin. Müdafiəçilər və Yuri Berçi hesabı təəssüf ki 3-1'dir. Bilbao komandası 3-cü topu artıq Qarabağ komandasının qapısından keçirir. Diqqətli olmaq lazımdır. Müdafiəçilərimiz yaxşı oynamağı bacarırlar bu epizod zamanı. Hələ ki Nərman Axundzadə bir qol vurmasına baxmayaraq oyunda o qədər yaxşı bir oyun nümayiş etdirmir. 81-ci dəqiqədəyik artıq maç bitmək üzrədir. Və World Soccer Championship'ə görə bu oyunda Atletik komandası 3-1 hesabı ilə qalib gəlmiş olacaq. Təbii ümid edirik ki, həqiqətdə bu hesab baş verməz və Qarabağ komandasının qələbə qazanacağına ümid edirik. Şimdi isə biz bu bölümün sonuna gəlmiş olduq. Növbəti bölümlərdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.